Bugünkü videoda driverlər haqqında danışacağım. Driverlər nədir? İlk əvvəl bu suala cavab verək. Driverlər kompüterin qurğularının işləməsi, normal işləməsi üçün lazım olan proqramdır. Və bu driverlər olmasa nə olacaq? Driverlər olmasa həmin qurğular işləməyəcək. Hələ xarici qurğulardan danışaq. Printer alıb gətirmişiksə, əgər və ya hansı bir köməkçi qurğu daxil etmək istəyiriksə, əgər onun driveri yazılmasa, biz həmin printerdirsə, əgər printerə çap verə bilməyəcəyik. Kompüter daxili qurğuları. Kompüter format olunandan sonra driverlər yazılır. İkinci mərhələdir ki, driverlərin yazılması. Driverlər düzgün yazılmalıdır. Adətən problem yaranır video kartın və yaxud Wi-Fi-nin driverlərin yazılmasında bəzən problem olur. Amma ümumiyyətlə götürəndə son zamanlar Windows əməliyyat sistemi driverlərin əksəriyyətini özünə cəmləşdirib və özü yazır. Amma ola bilir ki, sonradan hər hansı bir iş prosesində, məsələn, hər hansı bir driver silinə bilir. Bu halda həmin qurğu işləməyəcək. Qurğuların driverlərin yazılıb yazılmadığını öyrənmək üçün this PC, yəni mənim kompüterim üzərində ayarlar vururuq, kontekst menü, açılan kontekst menü ayarlara giririk. Baxın, sağ tərəfdə yuxarıda Davis Manager var. Girdik, bu pəncərə gəldi ekrana. Bu bizim kompüterdə olan qurğuların siyahısıdır. Hər hansı bir qurğunun qarşısında bu formada sarı işarə varsa, bu demək ki, həmin qurğunun driveri yerində deyil, yazılmıyor və həmin qurğu işləməyəcək. İndi bizə konkret olaraq müraciət olunub ki, səsin driverinə əlaqədar sound'a giririk. Bax, bu səsi, əgər səs gəlmirsə, səsin driveri olmasa nə olacaq? Səsin driveri olmasa, yəni tutaq ki, YouTube-da hər hansı bir kinoya baxırsınız və ya mahnıya qulaq asırsınız, hər şey qaydasında, ekranda hər şey görünəcək, sadəcə səs gəlməyəcək. Bunun üçün biz sağ düyməyə vururuq, Update Driver seçirik. Bu birinci yoldur. Yəni Update Driver vuranda ekrana belə bir pəncərə gəlir. Yəni Microsoft Windows əməliyyat sisteminin özünün rəsmi səhifəsində axtarış elan olunacaq və burada görürsünüz, qurğunun driver yerində olduğuna görə, səsin driver yerində olduğuna görə bizə axtarışı dayandırdı. Yəni ki, amma ki, axtarışı özü gözləyirik, axıra kimi özü yazacaq. İkinci bir yol, deməli, browserimizdə biz driver axtarışını yazdıq. Açılan səhifədə open veririk. Baxın, bütün lazımi driverlərini quraşdırır. Bu proqramı yükləyirik. Proqram işə salandan sonra proqram bizə axtaracaq, hansı driver yerindədirsə və bacardığı qədər yazacaq. Nəticə yaxşı olacaq, çünki çox nadir hallarda olur ki, driver tapa bilməsin. Üçüncü bir yol, biz yenə Davis Manager səhifəsinə qaydırıq. Həmin qurğunun üzərində mouse'un sağ düyməsini vururuq. Açılan kontekst menüdə properties, yəni ayarlara giririk. Belə bir pəncərə gəldi ekrana. Bu pəncərə details pəncərəsini açırıq. Buradan da üçüncü əmri, Hardware ID seçirik. Baxın, bu ekrana gələn pəncərə ilk olaraq bu həmin bizə lazım olan qurğunun ünvanıdır. Bu da bu daha dəqiq ünvandır, birincisi. Onu seçirik, kopya əmrini verdik. Yenə internet browserimizdə axtarış veririk. Yapışdırdı, Ctrl+C ilə kopyalamışdı, Ctrl+V əmrini vururuq. Axtarışı veririk. Baxın, belə bir pəncərə gəldi ekrana. İlk səhifəni açırıq. Bax, həmin qurğudur. Bunun driverini yazırıq. Download vururuq. Yükləyirik. Artıq baxın, driver burada yükləndi. Vuran kimi driver burada yüklənəcək. Həmin driverə giririk. İcazə istəyirik. Yes. Vurduq. Bu pəncərə gəldi. Install. Yəni ki, yükləmə. Həmin driveri biz artıq kompüterə, setupına girib yükləyirik. Bundan sonra indi məndə hal-hazırda səsin driverində problem olmadığına görə install eləmirəm mən. Yəni göstərdim ki, bu formada yüklənilir. Ondan sonra baxacaqsınız ki, həmin driverdə bu nida işarəsi varsa, o nida işarəsi yox olacaq və kompüterin səs problemi həll olunacaq. Kompüterlərin driverlərini doğru işləmək lazımdır. Adətən formatdan sonra, yenə deyirəm, video kartda problem yaranır, Wi-Fi-nin driverində problem yarana bilir. Onların axtarılması, tapılması biraz çətinlik yarada bilir bəzi notebooklarda. Amma normalda driverlər düzgün yazılırsa, kompüterdə heç bir problem olmayacaq, kompüter normal işləyəcək.